Salam, hər vaxtınız xeyir olsun. Səməd Vurğundandır. Deyir, bilirəm ki, deməyəcək bir sevgilin, bir də vətən. Şair, nə tez qocaldın sən. Nümunədə işlənməyib. Baxaq görək, xəbər şəklində olan feil. Baxın, bu feillər bilirəmdir, deməyəcəkdir, qocaldındır, xəbər şəklindədir. Hamısı bilirəm indiki zamandadır, deməyəcək, gələcək zamandadır, qocaldığında şuurda keçmiş zamanda olan feildir və hamısı da xəbər şəklində doğrudur. Qurursa düzəltmə olan feil. Qurursa düzəltmə olan feil var, bəli. Qocaldın feili düzəltmədir. Qoca sözün kökü, l leksik, b şuurda keçmiş zaman, n-da şəxs sonluğu. Bir leksik, iki qrammatik var, doğrudur, düzəltmədir. Qurursa sadə olan feil. Bilirəm, deməyəcək. Bunlar qurursa sadədir, qocaldın düzəltmədir. Bu doğrudur. Aha, indi gəldik əsas məsələyə. Çoxları B və D variantlar arasında qalır. Niyə? Görəsən, qocaldın feili məlum növdədir, yoxsa qayıdış növdədir. Amma bunu bilmək lazımdır ki, qocaldın feili qoca sifətindən yaranır və qayıdış növ feillərdə adlardan düzəlmir, adlı feillərdən düzəlir. Bu qayıdış növdə olmayacaq, məlum növdə olacaq. Ona görə də biz D variantını silirik, B variantını doğru cavab kimi götürürük. Çünki qocaldın feili qayıdış növdə yox, məlum növdə olacaq.